Hamıya salam falan fidanın təzə bölümünə xoş gəlmisiniz. Bu gün yanımızda Emin Sevgim ciddi var. Xoş gəlmisiniz. Teşekkürler. Necəsiz? Yaxşı. Necə gedir evlilik həyatı? Məncə çox qəşəng gedir. Mən həmişə bunu kimsə sual verəndə çox belə ayaqlar da deməyə biraz çəkinirəm, deyəcəklər ki, şeydə elə evliliyin necə vaxtı onu gözləyirmiş kimi, amma həqiqətən qəşəng keçir. Yaxşı gedir valla. Dəyişiklik hissedirsiniz? Yox. Mən də var. yaxşı Mən çox plus. gəlmişəm. Məndə var. Belə sakitçilik də yaxşıdır, hər şey əladır. Əla, tək əla olsun. Belə daha yaxın olanda mübahisələr də azalır. Həm bir-birinizi daha rahat başa düşürsünüz, daha gözəl. Üz-üzə olanda problemləri daha asan həll etmək olur. Belə yox. Sizə haqq verirəm. Bəs necə tanışmısınız? Hardan başlamışsınız? Biz klinikadan. Demək olsa bunu çox adam bilir. Klinika xəstəxana. Nə? Klinika idi. Adı nə belə klinikadır. Gəlib orada öz yarınızı tapa bilərsiniz. Sansür. Hə, klinikada tanış olmuşuq. Həmin vaxtlar mən də Emin də analiz verməyə gedirdik. Həmin Emin bəy orada mən sırama girmişdi. Orada mən Emini lap əvvəldən tanıyırdım. Necə? Bilirdim ki, əvvəl TikTok çəkirdi də. Amma Emin məni tanımırdı. Obşim, orada bir ilk tanışdıq və mübahisə yaşadı. biraz dalaşdıq. Mən hər yerdə eləyəm də, kiminsə atretinə girmək. Ancaq o işlərə baxır bu da. Biz cəmaatı allatsın. Mən də əksinə düzgünlük tərəfdarı, ancaq belə nətər yəni ona mən sürəm də. Obşim, orada biraz mübahisə, biraz söz-söhbət. Amma sonra həmin gün elə biraz danışanda gördük ki, elə bir neçə vaxtda bir-birimizi tanıyırıqmış kimi idik də. Normalda Emin də həqiqətən tanıyanlar bilir, mən də tanıyanlar bilir ki, mən insanlara qarşı, hələ qarşı cinsə qarşı vəbşə aqressiv bir insanam. Emin də mən eyni tipimin qız versiyası da, elə bir ki, qızlardan zəhləsi gedir. O tip insan idi. Amma ikimiz də ilk gündən bir-birimizi çoxdan tanıyırmışıq kimi olduq və belə də biraz söz, söhbət, 2 ay görüşmədik, sonra görüşdük, belə-belə şeylər. Hə, belə-belə yavaş-yavaş Maraqlı. belə evləndik. O tam dizilərdəki tanışma hekayələrindən. Hə, Klinikada sırama keçirsən. Kimsə mənim sırama keçirsən. Türk serialları. Yal çapqın. Axşır da yazdır. Sizcə ideal münasibətin sirləri nədir? Birinci, yalan olmamaqdır məncə. Nə olur olsun, yəni çox dünyanın ən böyük səhvini eləsən belə, onu düzün deməlisən. Yəni mən öz ikimizin də baxış açısı odur. Ona görə də bizim böyük ayrılıq dərəcəsində davalarımız heç vaxt olmayıb. Ümumiyyətlə heç vaxt ayrılmamışıq. Heç bir gün belə ayrılmamışıq. Bir dəqiqə belə də. Nəsə problem olur, o onsuz indi də olur, hamının həyatında olur. Həmin an düzəldirik də. Əsas amma yalan olan güvən də itir, şübhələr yaranır da. Belə wow bir yalan belə olsa, yəni elə bir şeydir ki, onun problemdir də, həll eləmək polibomla olur. Yəni wow belə olsa, o deməməli, gizlətməməlisən. Deməlisən ki, qarşı tərəfdə əgər onu başa düşürsə, hə, o deyə bilərsən. Əgər yox, qarşı tərəfdə onu başa düşmürsə, sən o yalanı sən açıb deyəndə ki, sən o pis qarşılayacaqsa, hə, demə. Amma yox, qarşındakı insan başa düşən insansa, məsəl üçün başa salansa və yaxud bir-birinizi elə hörmət barəsində qarşılıqlı anlayırsınızsa, hə, okey, demək olar. Deyirsən, aranızdakı problemi həll edirsiniz. Sonra ikinci qayda, məncə nə tema olur olsun, üçüncü şəxs bilməməlidir. Əsas nə olur olsun, öz aranızda həll eləyin. Yəni üçüncü şəxs görməsin onu belə də. Güya hər ailədə belə cəmaatın 4-5 dənə 4-5 dənə uşağı var, amma yenə davalar olur da, yəni hər tərəfdə olur. Amma ki, çalışmaq lazımdır ki, o problem öz aralarında həll olsun. Üçüncü şəxs bildirsə, nə şəxsilik qalır, nə problemi də həll edə bilmirsən. O üçüncü şəxs yorum bildirir. Hər adam da özü yaxşı insan da olmur da. Biri onun tərəfini tutacaq, mən vapşı aqressivləşəcəm, mənim tərəfimi tutacaq, o vapşı pis olacaq. Amma ikimiz bir-birimizi başa düşürüksə, həll eləyirik. Bəzən Emin üzr istəyir. Çox vaxt demir. Bəzən Emin üzr istəyir. Bəzən də Emin üzr istəyir. Olması gereken hanım köylülük kazanacaq deyirik, bəli. Mən də eyni qatılıram bu arada. Siz həmişə Emin üzr istəməli. Gerçekten üzr istəyir. Mən üzr istəməm də şeydir də.
Yaxşı, bağışlayıram sən. Nə vaxt başa düşdünüz ki, hə bu qarşımdakı mənim ruh eşimdir deyək ya da evlənəcəyim insandır? Mən ilk günlərdən başa düşmüşdüm. Çünki Emin mənim oğlan versiyamda. Yəni mən necə görürsünüzsə Emin də eynisidir də. Əyləncə anlayışı olsun, söhbət, yumor, hər cür şey tutuşur da. Biz bir-birimizdən evdən daha çox demək olar ki, dostuq. Onsuz da evlilikdir, sevgidir. Həmişə sevgili kimi olmursan da, duyğular dəyişir. Amma dost kimi olanda, bir-birinə qarşı hörmət olanda o yəni axıra kimi gedə bilən bir münasibətdir. Bizdə də o tip bir şeydir. Ailə. Hə, nəyə gətirirdin? Nə vaxt dediniz ki, Nə idi sual? Mən dedim. nə vaxt Nə vaxt? Nə vaxt bir-birimiz düzgün insan olduğunu anlamışıq kimi bir şeydə. Mən bilsən nə vaxt anlamışam sən düzgün insan olduğunu. Mən danışırsan danış. Mən Eminlə danışanda, danışmağa başlayandan hardasa 3-4 ay keçmişdi. Yadımdan Dubaya getdiyim vaxtlarda, Rusiyaya getdiyim vaxtlar. Emin, yəni ilk mən ümumiyyətlə ilgi sevən insanam, yəni çox da. Məncə bütün qızlar belədir. Məndə də biraz daha çoxdur da başa düşdün. Hə, mən biz nə cür idi? Çox ilgili idi də, yəni gəldi məni ötürdü. Hər gün təzə-təzə danışırıq, amma belə yaltaqlıq kimi də deyil də. Yəni bilirsən ki, o həqiqətən ilgilənmək istəyir. Mən həmin vaxtlarda bildim ki, hə, olar. Bu odur. Hə, sən də? Məncə bu hardasa həmin ərəfələrə tuş gəlir. Prosta hər hansısa bir məqam yoxdur da ortada. O həmin ərəfələrdə mən hiss eləmişdim. deyirlər, aşk bir yerdən sonra ölür. Başlayır sevgiyi idam eləməyə. Sizcə, yəni bu Aşkla sevgi eyni şey deyil. ilk sualdır, bu ayrı sualdır. Yəni bu elə demək istəyirəm ki, bayaq Sevgin xanımın da dediyi kimi, ilk ərəfələrdə belə daha çox ilgi göstərmə olur. Mən izah edeyim də, yenə mən daha. Buyurun. Deməli, ilk vaxtlarda insanların arasında şey olur. Həyəcanlanma, bir-birimiz görəndə həyəcanlanmaq, belə-belə şeylər də. O bir vaxtdan sonra ölür. Çünki hər gün bir-birini görürük. Düzdür, həyəcan olur bəzi şeylər, amma ilk başlardakı kimi olmur. Bu normaldır. Bu 2 il, 3 il sevgili olanlar da görür. Normalda çox insanlar teorisi var bir dənə. 3 ay, 6 ay, 3 il isə teması da. Məsələn, o 3 ilə çatanda niyə çox adam ayrılır? Çünki onlar da evli tip olurlar. Onların arasında həyəcan bitir. Elə bilirlər ki, sevgi bitib. Əslində sevgi o deyil. O həyəcan dedikləri sevgidir. Məncə sevgi bir ananın uşağa da olan sevgisi də sevgidir. Məsəl üçün bizim bir-birimizə olan sevgimiz o tipdir. Məsələn, Eminin bir yeri ağrısın, mən bir yerim ağrıyım, Eminin ürəyi partlayır. Eminə bir şey olur, mənim ürəyim partlayır ki, bir-birimizin uşağıymış kimi hiss edirik də, başa düşdün. O cür sevgi var. O sevgi ölmür. Amma o birinci dediyim his, amma o get-gedə ölür, yerin alır hörmətlə, nə bilim, qayğı, o tip şeylərlə əvəz olunur. Yəni məncə bu cürdür. Qatılırsınız. Çox adamlar o ilkdəki hisslərlə sonrakı hissləri qarışdırırlar. Belə deyim də, insanlar birinci görür ki, tamam ayrıdır, sonra görür tamam ayrıdır. O ilki istəyirlər. Amma o ilki heç vaxt ola bilməz axı. Belə bir şey var da, deyir məsəl üçün öz elədiyi hərəkəti görmür, amma qarşısındakını görür. Məsəl üçün, oğlan tərəfdə onu fikirləşir ki, qadın tərəfdə eyni deyil, qadın tərəfdə fikirləşir ki, oğlan tərəfdə eyni deyil. Amma bunu ortaqlaşdırsalar, bir-birindən oturub söhbət eləsələr, görərlər ki, o həqiqətən də yox da. O həyəcandır prosta. O həyəcan sonra keçir sevgiyə, nə bilim, qayğıya, belə şeylərə. O çox adam qarışdırır o həyəcanla sevgini. Sonradan həyəcan bitir, sevgi başlayır. Və sizcə bir-birinizdə tamamladığınız belə ən böyük xüsusiyyət nədir və yaxud Bir-birimizi tamamladığımız? Bəli. Məncə Mən Emində tamamladığımı düşündüyüm şey, Emin tez qərar verir. Məsəl üçün, bir nəfər gəlsin, Türkiyəyə getməyə oxşur, amma Türkiyəyə getmək də deyil. Riskə həmin an qərar verir, sonrasını düşünmür. Mən onu tamamlayıram. Mən amma şeyəm, nəsə olanda bir il sonra da fikirləşirəm ki, bir il sonradan bu hərəkət mənə neyniyə bilər də. Mən Eminə həmişə sakitləşdirirəm. Bax, Emin, tez qərar verdin. Yox, bunu eləmə. Gözdə otur, fikirləşək, görək nə cür olacaq. Mən Emində onu tamamladığımı düşünürəm. Məncə bizdə yumordur. Bir-birimizi tamamlamaq. Yumordur, əyləncədir, anlayışdır. Ona görə olan hamısı bir-birimizi tamamlayır.
Təşəkkür edirəm bu xoş söhbətə görə. Biraz qısa tutmağa çalışdım ki, oyunlarımızdan daha maraqlı bir video alalım. Keçək. Bu formatımızda bir-birinizi nə qədər tanıyırsınız oynayacağıq. Mən kameranın arxasına keçəcəm. Siz burada ikiniz oturasınız və vərəqə yazırsınız, verəcəyim sualları, sonra da kameraya göstərəsiniz. Kesikədə kömək edin. Hazırsınızsa suallarımı verirəm. Başlayaq. Eminin arzusunda olduğu maşın. Ayda. İkimizin yazmağından bilmirik. Hazırıq. 3, 2, 1. Rır yazdın hemen. Sevgimin ən sevdiyi gül. Nə? Gül. Bəli, gül. Biraz uzun seç. Hı. Aha. Aferin. Sən bağırsan ha. Ben niye öz bildiğim şeye sənə baxım? Həqiqi ya. Amma yenə də baxma. Baxmıram. Emin'in en sevdiği oyun. Dırırırın. Hamımızın. Buradakı obş sastavın. Oyda mən niyə? Mega nice. Sən yazdın. Oğlum bu Gözlə mən. Göz. 2, 1. Ona bir kaşaman yedi. Baxa bir dənə. Sevgimin yaşamak istediği yer. Ölçək. Onu özüm də bilmirəm. Niyə? Mən bilirəm ha. Gözlədim bir dəqiqə. Yaşamaq istədiyi. Mən də səhv taparsan, amma yaxşı gəl. Abi bu Yaxşı. mən bu söhbəti eləmişik. Yaxşı, yaz. Özün də olmusan burada. 3, 2, 1. Bəli. Düzdür. Emin'in takma adı nedir? Nickname kimi. Yavr elədi. O kim soruşuyor? Prosta bu 2015'dəki nickname'dir də. Gözüm, bir dənə də sushi çək. Japonca sushi. Əvvəlki, indi yoxdur nickname-i. Əvvəlki buydu. Emin, Allah sən. Emin'in niyə Emin'in nickname'i? Sevgimin də nickname'i ola bilərdi də. Mən yoxdur, mən adım elə qəribədir. Necə yoxdur. Sevgimin ilk məşhur crush'ı kim olub? Nə? Məşhur crush'ı. Crush yəni Mən bilirəm. Nə yazırsan? Emin'in uşaq vaxtı ən sevdiyi multfilm nə olub? Mən heç özüm də bilmirəm. Vallahi. Nə? İpucu vermiyor, xahiş edirəm. Şu an nə demişəm? Dur biraz Gözlə, fikirləşim. bu mən də fikirləşəm. Mən özüm haqqımda fikirləşirəm ya Aysan. Ha, mən bildim. Artıq Tapdı, öz şeyini tapdı. Allah tapdım hə. Gözlüyün düşünməliyəm. Mənə həqiqətən bir lazımdır biraz. Sö, Bax. mən yazdım. Mən yazdım Pepe. Yaz Kayo. Allah kanyu yazacaqdım. Yazdı. aha bax. Sakit yazmışam ki, esrarengiz kasaba. Nəsə, bilmədim. Aha. Hə, nədir ki? Benten. Benon. Sevgimin favori kafesi hansıdır? Hə, bilərsən bu. Kafe? Sual neydi? Sual neydi? Sevgimin ən sevdiyi kafe. Basantdır bu, məncə bilərsən, düşünsən. Yazıram da bir dənsin. Hə. 1, 2, 3. Yani emin ben bilirəm. Ben Allah. Aa, coffee shop deyirsən. Nədir? Hə? Ən pasiyan yerdir. Coffee shop deyirsiz. Kafedə. Onda yazardım da, nə bilim. Sən o xoşlayır, heç mən xoşlamıram ha. Ha. Emin, biabır elədin məni. Bütün auramı görürəm. Cristiano Ronaldo'nun arxasında Boranı.
Siz də bir sualı səhv bildiniz. Emin ən çox hansı yeməyi zakaz verir? Yemeği. Restorana sakız vermeyi demirəm. Ben bilirim. Vermir. Getir özü alır. Özün özünü bilmişsən nereden? Nə mən çox qəribə verirlər sualı. Emin eybi yok. Bir abur olsa da yaz onu. Ha. Özür şeyleme yani. Çok da. 2 3. Ne? Beni o... Malakan. Emin sen? Nə? Kardeşim. Nə? Menemen nerede bilirsen? Pomidor. Sen bir de hayatın boyu. Həmişə yaşayış şey boyu. bağlamda. Alırsan. Pomidor alsan Emin. Ha, pomidor da alam, yumurta da. Emin pomidor yumurta alırsan sen her gün. Bu nədir? Gözlüyüm bir dəqiqə. Sen pomidor yumurta alırsan, sifariş verirsən pomidor yumurta. Ona görə deyirəm də çox qəribədir. Biz de öyle yiyeyim. Ne qəribədir. Qəribə verirlər sualı. Gelme değil. Yaxşı gəl döy. Düşmədin sualı. Yox Çok yemeği sakız verir. Həyatı boyu zakaz eləməyib. Sevgimin ən sevdiyi yemək nədir? Kısa kanka. Bilirəm. İki yandı ikisində. Əlaqəsiz. Bunu. 2 1, 2, 3. Sushi da belli. Nədir? Sonra bunu bilsən ha. Artist deyiləm. Sevgimin aldığı Emin'in ən sevdiyi hədiyyə nədir? Mənim aldığım Ve emin. bu Ha. 1, 2, 3. Nə yazmısan? Bel. boynundakı qızıl süt. Ha. Bel. Sevgimin Emin'də ən sevmədiyi xasiyyət. Sevgimin məndə sevmədiyi xasiyyət. Nə ola bilər? Çoxdur. Özü də fikirləşir. Mən bilirəm, mən pusu yazacağım biraz uzundur. Yazım. Yapıyorum. Mən yazdım. Hə, bildim. Yo, Diyan. Hə, bildim. Hı. Məncə bunu səhv taparsan. Hamımız öğrenelim. Söz. 1, 2, 3. Sən baxırsan, Nə? Sonsa yazmışam öcəyi, səhv Nə yazdım. yazmısan? Xəsiyyət deyil axı o. Baxın. Tez əsəbləşməyin. Hə, o da ola bilər. Hə. Emin'in qısqanclığını 1-10 şkalası üzərində qiymətləndirin. Çok uzun oldu. 1, 2, 3. 5-i sil də, 8 elə, tamam. Bunu yarın düz götürürüm. Qəbul eləyək. Yarın götürürüm. İndi də sevgimin qısqanclığını 1-10 üzərindən. Səsindən bildim, yaxşı. 3. Evet, daha qədəmdir. Tamam, birazcık qısqanc olabilirim ama özümdən, mən bacım da qısqanc. Mən bacım var, bacım özümdən 9 yaş böyükdür. Bir dənə kimdən yaxınçı, Rusiyada da özlə, illərlə görmürəm. Kimdən yaxınçısını görürüm, deyirəm, fisyo. Sən onu məndən çox istəyirsən. Emin'in ilk işi nə olub? İlk işi. İlk işi, İlk işi. böyük bir şey düşün. Mən bilirəm. İlk deyil axı o. Yəni, başqa obrislər dandikdir də. Hə. Konkret bir dənə böyük bir iş. Mənim işçim olub. Biz adım bilmirəm, düz yazdım ya, yox. Hə. 7 dənə o 2, 3. Nə yazmısan? mavindir, o menecer yazmışam. Hə, mavi meneceri elə. Eyni şeydir də. Sevgimin ən sevdiyi şokolad. Şokolad. Ən sevdiyim şokolad əslində Bütün şokoladlar xoşdur, amma biri var. bütün şokoladları xoşlamıram. Mən əksər şokoladı xoşlamıram hepsinə. Amma bir dənəsi var. Burası mən bilmirəm. Mən iki şey yazacağam. İkisindən hansındası düzdür. Çünki ola bilər ki, onu düşünə bilər ki, şokolad deyil. Ne diyor oğlum? Yok, hala şokolad değil ki.
Ha, bu ikinci çox uzundur. Falan şeyim falan. Bax, öz də açıqlamayla yazacağam. Elə gülmək yazdım. İki ay yazmışam. Biri şeydi, ben yazmışım adikto, bir de alpengo, ağrıç. Ağızda əriyən. Ben de şey, içi deşikli o. Amma emin, səhv tapdım, bunu saymıram. Ağzını yan içi deşikli oldu. Ağ yazıb. Mən ağ şokolad ən nifrət Ayda. elədiyim şeydir. Ağ şokolad yemirəm ki mən. Mən veçsə ağ sifariş verirəm. Sevgimdən Sifariş? qara. Hədə harca oturanda da. Bundan təbilməz. O düzdür. Düzdür. Mən saymıram, qardaş. Ağızda əriyənə kimi demişəm. Orasını bilsən də. Aha, acı biber sevgim yemək istəyirdi. Burada acı biber yoxdur, burada hədiyyə var. Mənə? Özü sevgimə. Qadın birliyinə son. Hepimiz aynı. Üzülü gəlməyədir. Yüreğinlə mən açılım. Çox sağ olun. Bilmirik nədir, çox sağ olun. Sen en sevdiğin tipajda şey. Baxın. Xoşbeş olsun. Ne şeydi? Bəli. Çok geçeydi. Çok sağ olun. Sağ olun. Siz Aha. Necə Başladıram. işləsən? birdən başlayırıq. Yox, baxırsınız, mən götürürəm bunu. Səsli deyirlərsiz, səsli deyil. Günel? Səsli deyil. Günel kimde? Üzük. Üz-üy. Üzük. Həyəcan. Ercek. Həyəcan. Ezlam. Həyəcan. Həyəcan. Evatım. Həyəcan. Allah Gülmə də kahretsin. vaxt gedir, vaxt He gedir. he he. Həyəcan. 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 Heyecan. Hə, söz. Gəlin. Gelin. Hə. Telefon geçeceğiz mi? Instagram. Salam. Instagram. Instagram. Sabit şey. Instagram. 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 Baldız. Baldız. Paltar. Palter. Hoşuma geldi. Sen. O ikincini qoşmusunuz bulusuna. Ha, ikisini de boşmuşam. Neden yani bunu evde babamla oynadı. Türe mümkün değildi de. Başladıram. Buyurun. He. Yok, götürmürsünüz. Oyun. Yok, sesli deyin, sesli deyin. Toy. Sesli deyin. Toy. Çox şey gəl. Nə? Toy. Top. Toy. Oyun. Toy. Qoyun. Toy. 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 He. Honta. Oynaq. Honta. Honta. Bir dənə də elə. Honta. Ortaq. Orta. Honta. 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 Hövsan. Sen de açıklama doğru. Honta. Orta. Honta. Xonca. Hoş. Xırmalıqları bilmirəm. Xoşbəxt. Xoşbəxt. Qapı. Elçi. Deyir. Babamla qarış. Hə. Qapı. Qəpi. Qapı. Qəpi. Qapı. Nə? Qapı. Nədir? Qapı. Qapı. Hə. Güzgü. Düzgün. Güzgü. Gül. Güzgü. Dursun. Dursun Özbek. Stop. Güzgü. Düzgün. Güzgü. Hadi. Qaynana. Hə? Qaynana. Qaynana. Bu bilməyək. Qaynana. 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 Nə?
Qaynana. Hə? Qaynana. Qaytaran, Qaynana. qağayı, Qaynana. Mənə bax da. Qaynana. 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 qaytaran, Qaynana. Qayın ana. Qayın. 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 De da. qadın, Qayın. Qaynana. qaynana. Düşür. Aferin. Burada qaynanamdan üzr istəyirəm. Bu oyunda birinizin yenə qulağına naşnik taxacağam və digər haqqında sual verəcəm. Bilib ki, naşnik taxılan insan haqqında sual verəcəm. Həmin digər insan naşnik taxanın fikrini təxmin eləməlidir. Sonra da naşnik çıxardıb həmin insan öz fikrini soruşacağıq. Əgər üst-üstə düşməsə, yəni variantlı sualdır. Əgər səhv variantı seçsəz, 5 dənə biber yeyəsiniz. İkimiz də səhv. Variantlar da var. Bəli, variantlı sualdır. Bir variant seçirsiniz. İndi. Toplanacağım oxuyaq. Sualı verəcəm, variantlarını oxuyacağam. Amma zəhmət olmazsa səsli bir şəkildə müzakirə eləyək. Yəni hansını niyə seçmədiniz, hansını niyə seçdiniz? Oxuyuram onda. Sevgimin bir dilək şansı var. Hansını seçərdim? Emin dünyanın ən yaraşıqlısı olacaq. Emin dünyanın ən varlısı olacaq. Emin dünyanın ən romantiki olacaq. Emin dünyanın ən sadiqi olacaq. İkinci nə idi? Dünyanın ən varlısı olacaq. Ən romantiki, ən sadiqi və ən yaraşıqlısı. Birinci yaraşıqlı olmalıdır. Bəli. Mən özümə görə olmasa da, məncə sevgimə görə yaraşıqlıyam. Bilirsiniz bunu. İkinci imkan barəsində danışa bilmərəm. Üçüncü nə idi? Romantiki, ən romantiki. Yəni məncə sevgimə lazımı qədər mən romantikəm. Düzdür, özüm o qədər Heç də başa düşmürəm. ürəyi partlayır, hə? O necə eşitdin? Nə? Ürəyim partlayır. Ama başa düşürəm. Tatlı ya. Uzun şey başa düşmüyorum. Hə, üçüncü sual nə idi? Ən romantik və ən sadiqi. Hə, lazımı qədər məncə romantikəm. Nasıl yavaş Sadiqi yavaş qalanda da Sadiqliyə qalanda da yəni mənim sevgim də, dostlarım da, ailəm də, ümumiyyətlə bizi tanıyanların çoxusu kommentlərdə də görmüşəm onları tez-tez. Məsələn, çox vaxt yazıblar ki, Emini falan yerdə gördük, çox baş aşağı uşaq. Yəni məncə ona görə də çox sadiqəm. Düzdür, həqiqətən də belə heç nə yoxdur ona görə. Məncə ikinci varlı olmalı. Bəli, bəli. Məncə onu seç. Ən varlısı olacağı seçər. Yaxşı. Çıxarda bilərsiniz. Səndir? Aha. Emin bəy cavabımı verdi. Təxminin yürütdü. İndi eyni sualı sizə verirəm. Sual mənə aid olan Bəli, sualdır. bəli. Hə. Xahiş edirəm heç bir ipucu verməyək. Bəs belə düşün, belə seç falan, heç birini demirik. Və siz də verəcəyim sualı və hər variantı səsli müzakirə ilə. Neçə variant? 4. Səsli müzakirə ilə. Deyin görün niyə onu seçdiniz, niyə bunu seçmədiniz. Sevgimin bir dilək şansı var, hansını seçərdim? Emin dünyanın ən yaraşıqlısı olacaq. Emin dünyanın ən varlısı olacaq. Emin dünyanın ən romantiki olacaq. Emin dünyanın ən sadiqi olacaq. Çox pis tanıram bunu. Amma belə düşünək də. A variantı mən gözümdə həqiqətən çox yaraşıqlıdır, dünyanın ən yaraşıqlısında. Dediğidir. O yəni çıx. Sadiqdir, Emin çox sadiq oğlandır. Yəni onu da çıx. Yəni mən gözümdə elə də dünya ən sadiqi. Başqa nə variant var idi? Romantika var idi və varlı. Romantika. Mən özüm çox vıcıq şeylər xoşlamıram. Çox belə ay belə şeylər xoşlamıram. Ətim tökür biraz. Emin də mənim kimidir. Onun olmağını belə istəmərəm. Gəldik əsasən. Amma dünyanın ən varlısı olsa bu dəqiqə. Baxarsan hə? Hə, məncə çox, yəni bizim üçün sərf eləyərdi. Ona görə dünya ən varlısı olur. Dünyanın ən varlısı deyirsiniz. Bədüz cavab. Aha, hazırsınız? Aha. Emin oğlanlar kampına getmək istəyir, amma kampın qaydasına görə sevgimlə danışanmaz bu müddətdə. Və
axırda həmin kampda qaldığı hər il üçün 10 milyon dollar təklif eləyirlər. İndi aşağıdakılardan hansını seçər, neçə il qalar? A. 1 il idealdır. B. 5 il bizi ömür boyu saxlayar. C. Pulsuz da gedər. D. Ölsə də getməz. Məncə 1 il 6 ay gözləmişəm. Ona görə 1 gözləyərəm deyə düşünürəm. Gedə bilər, təbii ki yox. Vəbşə ən fazil variantı da yəni. 5 il ürəyim partlayır da o qədər. Amma 5 ilin sonunda 50 milyon. Bilirəm əli. Biz planlarımızı qurmuşuq, bizə 1 milyon bəs edir. Hesablamamızı eləmişik. O birisi variantlar nə idi? 5 il bizi ömrü boyu saxlayar, pulsuz da gedər, ölsə də getməz. Yox, məncə 1 il idealdır. Həm Sən demişsən, Emin seçəcək. o da elə seçir. Yox. Bilir ki, o 5 il mənsiz qalanmaz. Nə qədər danışır? Hə. Yox, 5 il də yox. 1 il idealdır. Yaxşı, 1 il idealdır deyirsən. Bəli. Emin oğlanlar kampına getmək istəyir. Amma kampın qaydasına görə kampda olduğu müddətcə sevgimlə danışa bilməz. Amma axırda kampda qaldığı hər il üçün 10 milyon dollar pul təklif eləyirlər. Emin neçə il kampda qalar? A. 1 il idealdır. B. 5 il bizi ömür boyu saxlayar. C. Pulsuz da gedər. D. Ölsə də getməz. 0 yoxdur. Ölsə də getməz də yəni. 1 il əslində nəzərə almaq olar. 10 milyona görə nəyisə sıxmaq olar. 2-5 çoxdur. 3 nə idi? Pulsuz da gedər. Ya o. Ölsə də getməz. Əslində mən inanıram ki, 100% 10 milyon varsa işin axırında. Tanındım ya bu proqramda pul. Birinci cavab verir. 1 il idealdır deyirsiniz. Niyə elə deyirsiniz ki, vermə yeyəcəm? Düz cavab verdiniz, bəli, bəli. İkiniz də düz cavabı verdiniz. Buyurun filan fark. Onda ikiniz də 5 də. Mən yerəm, bu işlə oldum. Heç bu düşünməmişdim, ikiniz də bilmədik senaryonu. İnsan öz görüşündə cəzalanır. Sən siz cəzalandıra bilsəniz də cəzalandırar. Yaxşı, bir dənəsin. Bir dənəsini, 5 dənəsini yemək. Qayda 5-dir də indi. Niyə belə oldu ki? Gələn dəfə çətin eləyəcəm sualları. Necə belə oldu? Necə oldu belə oldu? Niyə oldu ki? Ay mamam. Ayran da verməmişik, qızı gətirməmişim. Niyə yeyəsən? Verdən sayıram. Mənim üçün də buraları pomada da eləcək. Yaxşı. Olsa 1 dəqiqə gözləməlidir. Ben koş. 1 dəqiqə vaxtınız var ha Fidan xanım. Ayran içmək olmaz. 5 dənə gidir. 1, 2, 3, 4, hə, düzdür. Gedir vaxt. 5 sene geç başlatmış. 50 saniyə qalır. Kaoslar gibi. Aa, çox pis. Azca baxım görüm. Məncə baxım deyil də. Biri yaxşıdır, 5-in arasında. Mən yemişdim. Bir olmadı. Necə yox? Mən bayaq demişdim ya 1 saniyə 1 kimi keçir. Neçə saniyə qalır? 30. Oy, hələ nə qədər var. Hələ bir dəqiqin yarısı Vay, gedir. vay, vay, vay. O əskərlikdə şağlayla qorxusu. 15 dakikada orada var. Aa, Bilmiyordu da. Böyle eləməz. 15 sene. Ora kulağısın, ora 5 tane başlar. 5 tane başlar ora. nə qədər qalır? 10 saniye. Öyle düşün. Oy, hələ. Bu nədir? Bir də 15. Düşman kəsilmiş. Qızı. İndi görmək iyisini. yaxşı. Yəni heç təsiri yox. Məncə Fidan xanım gəldiyiniz üçün çox sağ olun. Çox Bir də olun. gəlməyəcəm. Aa, çox pis idi. Abi şimdi aşağıda bizim kanalımızda. Aşağıda bu arada etiketleyeceğim. Adını olabilirsiniz. Bu kadar iyiydi. Kollab var sizdə? Bəli, bəli var. Kollab atarıq. Atacağım. Teşekkür ederim geldi. Teşekkür ederim geldiğiniz için. Bye bye. Bye bye.